Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Həm əhl-i sünnə hədis qaynaqlarında və eləcə də şiə hədis qaynaqlarında xanım Fatimənin müxtəlif ləqəbləri keçir. O ləqəblər arasında da bu yer alır ki, xanım Fatimə bütün dünya xanımlarının sərvəridir. Seyyidətun nisa'il aləmin. Və digər tərəfdən belə bir sual yaranır ki, Qur'an-ı Kərimin Ali İmran surəsinin 42-ci ayəsində bu ləqəb və bu xüsusiyyət Həzrəti Məryəm üçün işlənir. Və orada biz belə oxuyuruq ki, وَإِذْ قَالَتْ مَلَائِكَ O zaman mələikə Həzrəti Məryəmə xitabən belə demişlər ki, وَاسْتَفَاكِ عَلَى النِّسَاءِ الْعَالَمِينَ Allah Teala səni bütün dünyada olan xanımlardan üstün etdi, seçdi. Belə olan halda biz bu hədisləri hansı formada başa düşə bilərik? Yəni bir tərəfdən deyir ki, bu ləqəb xanım Fatiməyə aiddir, bütün dünya xanımlarından üstündür və ayə də buyurur ki, yox, bu xüsusiyyət Həzrəti Məryəmə aiddir. Bu barədə ümumi olaraq iki dənə yanaşma və cavab var. O yanaşmaların biri ümumidir, yəni həm əhl-i sünnə bunu qəbul edir və eyni zamanda şiə hədis alimləri. O da bundan ibarətdir ki, ayədə bildirilən xüsusiyyət, yəni Həzrəti Məryəmin qadınlardan üstün olması öz zamanına aiddir. Yəni öz zamanında bütün xanımlardan üstün idi. Amma xanım Fatimənin üstünlüyü bütün zamanlardandır. Yəni həm öz zamanında, öz zamanından qabaq və öz zamanından sonra. Yəni belə olan halda artıq ayə və rəvayət arasında hər hansı bir ziddiyyət formalaşmış olmur. Amma məsələnin ikinci tərəfi, yəni bu məsələnin ikinci cavabı isə bundan ibarətdir ki, biz ayəyə diqqət etdikdə görürük ki, ayədə iki formada istifa kəlməsi var. Mən istərdim qısa olaraq Əllamə Təbətəbayin bu ayəyə necə təfsir etdiyinə baxaq. Əllamə Təbətəbayin buyurur ki, istifa sözü seçim sözü olan seçim sözü mənasındadır və burada əla ilə gəlib. Əla ilə gəlibsə artıq müəyyən bir xüsusiyyətə görə seçilmək mənasını verir. Belə olan halda Həzrəti Məryəmin üstünlüyü müəyyən bir işə görədir. O müəyyən bir iş nədir? Həzrəti İsa'nın atasız dünyaya gətirilməsi. Belə olan halda ümumiyyətlə burada Həzrəti Məryəmin bütün dünya xanımlarından üstün olması yox, bəlkə bu iş üçün seçilməsi nəzərdə tutulur. Belə olan halda xanım Fatimə bütün cəhətlərdən Həzrəti Məryəmdən üstündür.